Vaxtınız xeyir olsun cəmaət, necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. Deməli, nədən danışmaq istəyirəm? Sürət qutusunun, bir də avtomobilin mühərrikinin nasazlığının bir-birindən ayrılmasından danışmaq istəyirəm. Niyə görə mən bu mövzunu yenidən toxunuram bu mövzuya? Çünki həddən artıq çox avtomobillər müraciət edir ki, avtomobilimin məsələn sürət qutusunda vurma var. Məsələn, usta qərar qəbul edib ki, sürət qutusunu təmir eləmək lazımdır, amma sən demə mühərrikdə problem var imiş. Hətta sürət qutusunu təmir elətdirəndən sonra nasazlıq aradan qalxmayanlar da var. Düzdür, əlbəttə ki, sürət qutusu sökülüb yığılandan sonra, təmir olunandan sonra ola bilər ki, mühərrikin, daha doğrusu maşının içində hər hansı bir dəyişiklik olsun, amma o sürücünün istədiyi o deyil də. Sürət, məsələn Kia Sportage gəlib, onun babinində belə qeyri-müəyyən bir problem var. Həmişə nasazlığını bir özə vermir. Biz onu yalnız motor tester və yaxud da ki, hər hansı bir digər yükləmə yolları ilə aşkar eləyirik. Qərar veriblər ki, sürət qutusundadır problem. Maşın vurur, keçirdən də vurur. Həqiqətən də, yəni bir ötürməni digərinə keçirdən də vurur. Qərar qəbul edib, söküblər, yığıblar. Bəli, yəni sürət qutusunda ola bilər ki, problem var imiş. Amma avtomobilin sahibi deyir ki, mən bunu istəmirdim. Mən avtomobilim necə vururdusa, elə də vurur. Ona görə də əlavə xərclər baş verir. İndi mən sizə nə demək istəyirəm? Cənablar, əgər siz avtomobilinizin sürət qutusu haqqında yekun verdikdə düz istəyirsinizsə, yəni avtomobilinizin sürət qutusuna doğru diaqnoz qoyulmalıdırsa, nasazlığın defektovkası barəsində, siz əmin olmalısınız ki, sizin avtomobilinizin mühərrikində və diferensialında, yəni askı sistemində heç bir problem yoxdur. Çünki o belə qoy rus dilində deyim, sumarный люфт var. Yəni bütün askı sistemində olan lüftların cəmi, yəni məsələn qranatın lüftu, kardanın lüftu, körpünün lüftu, bunlar hamısı üst-üstə yığılır. Sürət qutusu kimi belə bir nasazlığı kimi bir his yaradır adamda. Və sən birinci o sürət qutusunun nasazlığını, daha doğrusu nasazlığı barəsində qərar verməkdən ötürü sən birinci bu lüftları aradan qaldırmalısan, sonra sürət qutusu barəsində qərar. Bəli, elə avtomobillər var ki, onların artıq sürət qutusu faktiki nasazdır, yəni onun qaçınılmaz mövqesi yoxdur. Məsələn, boş buraxır. Yəni friksiyon paket boş buraxır və yaxud da ki, belə deyək də, gidrotransformator titrəmə verir filan məsələn. Bəli, bunlar artıq bu öz yerində. Amma elə nasazlıqlar var ki, sürət qutusu ilə mühərrik diferensial bir-birinə qarışır. Mütləq hamısı diaqnostika olunmalıdır. Ondan sonra qərar verməlisən ki, sürət qutusunda da problem yoxsa və yaxud da diferensialdadır və yaxud da ki, mühərrikdədir problem. Bir də bu sürət qutusunun gidroblokuna niyə beyin deyirsiniz siz? Mən onu anlamıram. Çünki gidroblok icra mexanizmidir. Ona nə komanda verilirsə, o onu icra eləyir. Onun heç bir analiz etmə, fikirləşmə, hər hansı bir düzəliş etmə və yaxud da ki, korrektə etmə qabiliyyəti yoxdur. Belə bir şey yoxdur gidroblokda. O icraçı bir mexanizmdir, fəhlədir. Nə deyirsənsə, yəni briqadir nə deyəcəksə, yəni sürət qutusunun idarəetmə bloku nə deyəcəksə, bəli, həqiqi beyni nə deyəcəksə, o da onu icra eləyəcək. Arada bir ona mexaniki beyin və yaxud da ki, beyni dəyişilməlidir. O insan da çaşır. Yanıma bir Toyota RAV4 gəlib, o yəqin qardaş videonu izləyər. Ona deyiblər ki, sürət qutusunun beyni xarabdır. Mən də olsam fikirləşərəm ki, yəqin idarəetmə modulundan söhbət gedir. Yəni sürət qutusunun idarəetmə blokundan söhbət gedir. O gəlir, mən baxıram ki, bunun heç bir elektron nasazlığı falan yoxdur. Bəli, sürət qutusunda nasazlıq var, amma o nasazlığa da düzgün verdik qoyulmayıb. Yəni dedilər ki, mexaniki beyin demişik. Tamam. Mexaniki beyində də yoxdur problem. Yəni mexaniki beyin deyəndə ki, gidroblok. Qardaş, gidroblok denən insan işin bilsin də, yəni
ehtiyat hissəsinin adını düzgün vurğulamaq lazımdır. Özü də o xüsusi bir assambleyadır. Onun içində müxtəlif kanallar, müxtəlif porşenlər, müxtəlif belə deyək də solenoidlər, kanal yolları, dircəklər filan, bunlar hamısı yığılmış bir yerdə. Yəni faktiki bir detal deyil də, içində bir neçə dənə detalın birləşməsindən ibarət bir qurğudur da gidroblok. Yəni onu sən adını deyən gidroblok, insan bilsin ki, söhbət gidroblokdan gedir. O gəlib indi təzədən bir də mənə pul xərc deyir ki, bunun bir dənə sən Allah bu beyninə bax, görək bunun beynində nə problem var. Amma mən nə deyirəm qardaşlar, avtomobilin beynində heç bir problem yoxdur. Yəni beynindən problem yoxdur burada. Beləncə. İndi nəysə, bu mövzu öz yerində, gələk başda olan mövzuya və təkrarçılıq olsa da mən qeyd eləmək istəyirəm ki, cənablar, avtomobilinizin sürət qutusuna hər hansı bir diaqnozu qoydurandan sonra və yaxud da qoydurmamışdan əvvəl əlbəttə ki, bunu bizim ustalarımızın hamısı bilir. 99% hamısı bilir. Ola bilər 1% fəaliyyətə yeni başlayan usta və yaxud da ki, belə deyək də, səni ziyana salmaq istəyən usta, bunlar heç. Bu insan məhfumudur. Burada şəxsi heyətin belə deyək də, varlığı qaçınılmazdır. Ona görə yəni onun sexindəki ustaların cəmi, nə bilim, bir başın o birisi başa üstün gəlməsi yekun nəticədə sürət qutusundadır problem deyə bilər. Bəli, belə şey ola bilər. Və yaxud da ki, səndən xoşu gəlmir, belə şey ola bilər. Bu ola bilər. Amma 99% usta birinci mühərriki yoxlamamış, diferensialı yoxlamamış, yoxlatdırmamış sürət qutusuna qərar qəbul eləmir. Qısaca deyim ki, mühərrikin işində hər hansı bir nasazlıq dövrlər sayında özünü bildirirsə, bu bir mənalı sürət qutusunda özünü bildirir. Bir mənalı. Yəni sən dövrlər sayını oynayırsa, sürət qutusunda artıq nasazlıq hiss eləyəcəksən. Amma o nasazdır demək deyil. Lüftlar barəsində də danışdım. Belə, bilmirəm, yəni tələsməyin. Avtomobili təmir elətdirməkdən ötürü qaçaqova düşməyin. Yəni belə avtomobil təmir elətdirməyin. Yəni bu dəqiqə basa-bas, soxa-sox avtomobil təmir elətdirməyin. Yəni elə eləməyin. Yəni əgər o töküb yerə düşməyibsə artıq, dayanmayıbsa avtomobil. Belə, yolda qalmayın.